Bu video yalnızca bilgilendirme amacıyla hazırlanmıştır. Amacımız izleyicilere doğru bilgileri sunmaktır. Salam əziz dostlar və kanalımızın izləyiciləri, bu günlərim yepyeni bir videodan sizlərin qarşınızdayım. Əziz dostlar, bu günlərim sizlərə super bir dənə videodan sizlərin qarşınızdayım. Əziz dostlar, deməli, evinizə çox Android TV Box istəyənlər var. Bu günlərim mən sizə TV Boxların ucuz və bahalının keyfiyyətinin fərqini sizlərə göstərəcəm. Nəyə görə? Siz nə almalısınız? Bu günlərim axıracan zəhmət olmasa videomuzu izləyin. Hansı TV Boxlar var bu günlərim VS formatında? Hansı daha güclüdür, hansı daha keyfiyyətlidir? Bu günlərim öz gözünüzdən görəcəksiniz. Deməli, aparatımızın bir dənəsinin adı Allwinner çip prosesorundandır. X96G. Burada hal-hazırda taxılıdır. Yeni proqramdır. Aparatlarımız da bu üstünə gəldi. Digəri isə Transpirit. Çox keyfiyyətli 8K-lıq aparatdır. Bu da 905 çipindən dəstəklənibdir. İlk öncə bunların içinin, qutusunun içərəyini sizlərə göstərmək istəyirəm. Bir cüt adapter gəlir bu X8K Transpiritdə. 5 volt 2 amperlik. X96-da isə 5 volt 2 amperlik, hər ikisində də eyni voltaj gəlir və bir dənə də ədəd HDMI kabelləri gəlir içində. Bax, belə HDMI kabellər gəlir və bu isə onun içinin bahalı olan tayının, yəni 8K-lıq olanın içinin içərəyidir. Zəhmət olmasa diqqətli şəkildə baxın. Necə qoşulur, necə şey eləyir. X96-nın içi isə bax, belə bir şəkildə gəlir. Qiymətləri də birinin qiyməti 45 manatdır, birinin qiyməti 60 manatdır. Aralarında 15 manat fərq var. Digərinin isə içindən bax, belə bir çip sistemi gəlir. Elə bu User manualın keyfiyyətindən bilinir ki, hansı daha keyfiyyətlidir. Nəysə, bunları qoyduq qırağa. İndi bu günlərim sizlərə testlər verəcəyik. Açılım sürəti, YouTube-da işləmə sürəti, 4K-nı hansı tez açır, hansı tez Wi-Fi dəstəkləyir və sonda isə sizlərə hamısından bir yerdə rəylər bildirəcəyik. İndi siz özünüz yorumlar şəklində indi bəyənərsiniz. Zəhmət olmasa kanalımıza abunə olun, like atın. Bu gündən artıq əsl mən istədiyim videolara artıq start verdim. Əziz dostlar, bu günlərim deməli 8K Transpirit aparatından X96G Allwinner 313 çipindən VS formatında bir videomuz olacaqdır. Axıracan zəhmət olmasa izləyin. Bu videomuzu əziyyət çəkirik. Zəhmət olmasa bir dənə like və yorumlardan bir dənə çox sağ ol sözünü yazmağı yadınızdan çıxartmayın. Deməli, ilk öncə açılım testini yoxlayacaq. Hansı daha sürətli tez açılır? İzləyicilər, bax, indi ikisini eyni vaxtda taxacam. Zəhmət olmasa diqqətli şəkildə baxın. Bu da tok hissəsidir. Hər ikisini də eyni vaxtda taxdıq artıq. Hansının daha sürətli şəkildə açılacağını gözünüzdən görəcəksiniz. Hansı daha keyfiyyətli işləyəcəyini bu gündən sizlərə göstərəcəyik. Transpirit və X96G hər ikisi də eyni vaxtda boot sistemi gəldi. Görək hansı daha keyfiyyətli şəkildə açacaqdır. Bahalı mı, yoxsa ucuz mu? Göz qabağımdadır. Açılan Transpirit 8.4K-dır. Digəri isə indi ondan biraz gec açıldı. İndi isə YouTube-a girmə tezliyini yoxlayacaq. Hər ikisini də eyni vaxtda YouTube-a girəcəyik və 4K videonu qoyacaq. Hansı daha sürətli açacağını dəqiq şəkildə baxacaqsınız. Deməli, X96G-nin pultu budur. Bu Transpirit 8K-nınsa pultu budur. İndi bir dəqiqə ikisinin də işləmə sürətini dəqiq şəkildə necə işləyir, onları sizə göstərəcək. Zəhmət olmasa kanalımıza abunə olub like qoymağı yaddan çıxartmayın. Artıq hər ikisinə də YouTube-a giriş eləyəcəyik. Oradan YouTube-u qoy. Hansı daha sürətli tez YouTube-a girəcək? Görəcəksiniz. Yox, bircə dəqiqə. Bir də geriyə çıx. Geriyə çıx, o tərəfə tut onu. Onun ağzını belə fırla. Təzdən çıxış eləyək YouTube-a. Çıxış elə. Sən YouTube hardadır ki orada? Hə, otan üstündə.
1, 2, 3 deyəndə YouTube-un üstündən. 3 deyəndə artıq YouTube kanalının üzərinə basıb və vurmağa çalışacaq. 1, 2, 3. İndi özünüz bildiniz də hansı sürətdə açır. Və ikisində də 4K video qoyacaq burada. 4K. 4K şəklində yazacaq burada. Hansı daha tez şəkildə açır. 4K video yaz 120 FPS. Aha. Hansı daha keyfiyyətli və daha sürətli açacaqdır. İkisinə də 1 saat 26 dəqiqəlıq burada video var, 1 saat 26 dəqiqəlıq burada video var. Hər ikisinin üzərindən basacaq, görək hansı daha tez şəkildə açacaqdır. 3 deyəndə basacaq. 1, 2, 3. Diqqətli şəkildə baxın. Və 4K olduğunu göstərək. Burada zəhmət olmasa. Onun işləmə sürətinə baxın. Düzdür, mən burada blurlayacağım. Bax, burada bizdə 4K şəkildə qoyacaq. Hər ikisini də 4K şəkildə işlədəcək. Artıq 4K internet sürətini hansı daha tez açacağını internetindən asılı olaraqdan baxacaq. Səhvli yolda əzizləyəcək. İndi bir də yenidən girəcəyik və yenidən eləyəcəyik. Artıq 1, 2, 3. Kart Noah yenilik təqdim edir. Sürət bunda daha tez sürətli şəkildə açır. Bu da normal şəkildə işləyir. Ancaq çox fərqləri var əzizləyicilər. İndi diqqətli şəkildə baxın. Wi-Fi çəkimində də hər şeyində də fərq olacaqdır. İndi görəcəksiniz. Səsini aşağı indirək hər ikisində də. Kart Noah yenilik təqdim edir. Artıq indi keçirik ikinci test hissəsinə. Artıq gördünüz də, yəni bu bundan daha sürətli şəkildə açır. Bunu keçək bir tərəfdən qırağa. İndi isə keçəcəyik test speed, Wi-Fi speedini yoxlamaq üçün test speed eləyəcəyik. Onu da Google Chrome-dan birbaşa, yəni test speed sözünü yazacaq, birbaşa şəkildə sürətin neçə olduğunu bizə hal-hazırda telefonda burada gəlir. 40-45'lik. Görək Wi-Fi-lardan hansı? Nəzərinizə çatdırın, bu Wi-Fi 5 və 6-nı dəstəkləyir, o isə dəstəkləyə bilmir. Yəni fərqləri odur. İndi isə hər ikisinin də necə aktiv şəkildə test speedini yoxlamaq üçün çıxırıq buradan. Və Google Chrome-a giririk birbaşa. İndi artıq hər ikisində də speed test sözünü yazacaq. Bir dəqiqə zəhmət olmasa. O da qoş arası gəlir. Ondan bıraqsı yox. Amma işte bu adına görə yerdir. Qoy tez bir şəkildə giriş eləsin. Zəhmət olmasa. Aha. Artıq hər ikisinə də giriş eləyək. Hər ikisi də burada göstərilir. Zəhmət olmasa diqqətli şəkildə baxın. İnternet sürətini asılı olaraqdan açacaqdır. Aha. İndi 3 dedikdə hər ikisinin də üzərinə Go basırıq və internet sürətini yoxlayırıq. Go. İndi artıq hal-hazırda alo icazə veririk hər ikisinə də. Görək artıq internet sürəti hansında daha çox gəlir. Bax, diqqətli şəkildə baxın. Əziz izləyicilər, bəzi kanal şeyləyənlər var. Bax, diqqətli şəkildə baxın. Görürsünüz, 2 MB, 3 MB fərqləri var. İndi uploading. Bax, gördünüz? 1 MB nə qədər fərqləri var. İndi artıq bax, test speed sözünə yenidən təzədən basırıq. Bax, məsələn, necə sürətli girməyini göstərəcək. İndi sürətli internet Google arasında, Chrome arasında necə tez sürətli şəkildə açacaqdır. Onu göstərmək istəyirəm. İndi bax, hər ikisinə də eyni vaxtda basacaq da. Bax, 3 deyəndə basacaq. 1, 2, 3. Google-da açma tezliyi hansında daha sürətlidir? İndi özünüz zəhmət olmasa baxın. X96G artıq biraz sürətli şəkildə açdı. Burada 8K-lıq aparat biraz gelişmə oldu. Apps üzərinə oku bas. Və test sürətlərini, Wi-Fi sürətini yenidən yoxlayırıq. Oku basırıq. 1, 2, 3.
Alo ver ona. 12 ordadır, 14 ordadır. Hər ikisi bərabər şəkildə gedir. Yox, bu biraz düşmə verdi, o 20-yə qalxdı. Burada Wi-Fi sürəti burada biraz zəif verdi. Bu da GPS sistemindən asılı olaraqdan Wi-Fi sistemi dəyişir. Amma Wi-Fi 6, bu 8K-lıqda Wi-Fi 6-dır. Onda isə Wi-Fi 3 və 4-ü dəstəkləyir. Yəni Wi-Fi interneti, yəni burada çox önəmlidir. Həm TV Box aparatınız önəmlidir, həm də ki Wi-Fi-niz önəmlidir hər hansı bir kanalda işlətməyiniz üçün. İkinci isə ən gözəl proqramlardan biri, əziz izləyicilər, bunu mən sizlərə dedim. Bax, məsələn, bu lisenziyalı aparatdır, bu isə lisenziyasız aparatdır. Bax, diqqətli şəkildə baxın. Aparatlardan ən gözəli nədir? Əziz izləyicilər, hər hansı bir proqramdan, bəzi izləyicilər mənə sual verir. İzləyicilərimiz sual verir ki, qardaş, hansı aparat yüklüyüm ki, mən məsəl üçün filan proqramı yükləyəndə açsın. Bax, əziz izləyicilər, Rec TV-dir, bu hissəni indi blurlayacam. Həmin bu aparatımız 8K Transparent aparatı açır. X96G isə bunu dəstəkləmir. İndi hal-hazırda bu içəriyə də girirəm, göstərirəm. Yəni, dəstəkləməyini sizlərə göstərmək üçün. Bunu da necə indirməyini, yəni, bilirsinizsə, yəni, necə bizim kanalımızda var. Bilmirsinizsə, girib rahat şəkildə baxa bilərsiniz. Bu hissəni mən çox güman ki, blurlayacam. Rahat şəkildə necə açır. Əziz izləyicilər, çox sürətli şəkildə işləyir. Filmlər, hər hansı bir filmi, məsələn, 2025-ci ilin bir filmini qoyaq. Necə sürətli açacağını sizlərə göstərim. Yəni 4K Wi-Fi-ni vuran kimi necə sürətli açıldı, həqiqətən özünüz də inanmayacaqsınız. İndi öz aranızda seçim edin. Bu günlərim X96G və 8K aparatının VS formatını göstərdim sizlərə. Hansı daha üstündə, hansı daha keyfiyyətində yorumlarda yazın. Hansını bəyəndinizsə, əziz izləyicilər, bəyəndinizsə like qoyun. Hansı daha keyfiyyətli işlədiyini, hansı daha sürətli işlədiyini də İndi istəyənlər varsa yorumlarda yaza bilərlər. Hələlik izləmədə qalın.